Hamıya salamlar, mən Əkbər Həsənov. Bugünkü mövzumuz əsas olaraq sitrus bitkilərində görülən unlu bit zərərvericisidir. Planococcus citri olaraq adlandırılan bu zərərverici əsas olaraq 25-28 dərəcələrdə yayılmağa başlayır. Əsas zərəri yarpağın öz suyunu əmərək yarpaqların saralmasına, vaxtından əvvəl tökülməsinə gətirib çıxarır və qidalanmağa başladıqdan sonra ifraz elədiyi qalıntılarla yarpaqların üzərində fumajin yaradır. Yəni qara, yapışqan ləkələnmələr əmələ gətirir. Çox yayıldıqda isə meyvə üzərində və sürgünlər üzərində ağ, unumsu görüntü əmələ gətirir və bu da meyvələrin vaxtına əvvəl tökülməyinə, yarpaqların saralıb tökülməsinə gətirib çıxarır. Bu zərərvericinin qarşısını almaq üçün qabaqlayıcı olaraq abamektin, malation, spirotetramat kimi tərkiblər tətbiq olunmalıdır. Amma artıq əgər yayılmağa başlayıbsa, zərərvericini tamamilə təmizləmək üçün bu tərkiblərə yazılıq yağlar da əlavə olub vurulmalıdır. Amma ən böyük səhvlərdən biri, əgər artıq meyvə formalaşmağa başlayıbsa və meyvə inkişafı gedirsə, bu zaman mütləq şəkildə istifadə edəcəyiniz mineral yağa baxmaq lazımdır ki, yazlıq yağ olsun. Çünki qışlıq yağlar həddən artıq qatı olduqlarına görə meyvə inkişafının qarşısını ala bilirlər, meyvənin böyüməyini dayandıra bilirlər. Ona görə yazlıq yağlardan düzgün dozajda istifadə olunmalıdır.